Tələbə təqaüdlərinin artırılması nəzərdə tutulur. Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi bildirir ki, təqaüdlərin 15-20% artırılması proqnozlaşdırılır. Tələbələrin ehtiyacları çoxdur. Bəziləri yataqxana xərcləri, kommunal ödənişlər və digər ödənişlərdə tələbə təqaüdü onlara dəstək olur. Əlaçılar 200, zərbəçilər 175, adi təqaüd 145 manat təxminən təqaüd alma imkanı əldə etmiş olarlar. Bəs artım kimlərə şamil olunacaq? Ekspertin sözlərinə görə artım tək universitet tələbələrinə deyil, həm də peşə təhsili üzrə və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrə, masterlərə, doktorantura pilləsində təhsil alanlara aiddir. Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu il dövlət büdcəsindən təhsilə 5 milyard ayrılıb. Təqaüdlərin artırılması ilə bağlı məsələ hökumətin diqqətindədir. Lakin təqaüdlərin tam olaraq nə vaxt artırılacağı tarixi məlum deyil.